Akşamınız xeyir, hanımlar ve cənablar. Bu möhtəşəm zalda xoş gördük sizləri. Biz buraya Azərbaycan və Ləzgi ədəbiyyatında, jurnalistikasında və incəsənətində öz yeri, nüfuzu və dəst xətti olan Sədaqət Kərimovanın yubiley gecəsinə yığışmışıq. 60 illik ömrünün 40 ilindən çoxunu söz sənətinə həsr edən bu insanın yaradıcılıq gecəsində iştirak etməkdən, belə gözəl gündə onun yanında olmaqdan hamımız böyük qürur duyuruq. Bugünkü gecənin keçirilməsi Respublikamızda demokratiyanın inkişafının bir nümunəsidir. Köz iyi cavan xeyrar xuray iqrami bur. Çitvar vanavay zari, xayiç al xünü padal datanı jenc gozay qələm əhli, Sədaqət Kərimovadın mərək etdiz dünya dinsə şumut ülkədə etanvay, çi vatan əhliyar akunuxdi qızaf şadi çun. Sa qafna vaçiz, qəni yox çi xaldi tarixdə çəxi vaqiyyət zəlqədə. Bu çizlahayda İmviçin çalari çak rüh kutazvay, datana çitvar, çi juvalne takabur xkazvay, луз тежер анчахи зарыдем мәрекетия. Добрый вечер, дамы и господа. Мы рады приветствовать вас на торжественном вечере, посвященном 60-летнему юбилею Садагеты Керимовой. Юбилею человека безвозмездно и самоотверженно служившему своему народу. Эта гордая и трудолюбивая, излучающая добро женщина не устает нас радовать своими произведениями, своими необычными проектами, своим талантом любить людей. Ее терпение работать с молодежью, выявлять новые таланты заслуживает большое уважение. Садагет Ханум яркий пример толерантности в нашей республике. Она пишет на 3 языках, издает газету «Самур» на 3 языках. Учитывая, что в нашем зале находится много гостей из близкого и дальнего зарубежья, мы решили нас вечер вести на 3 языках – азербайджанском, русском и лезгинском. Сейчас я бы хотела вам коротко рассказать о жизни и творчестве Садагет Ханум. Керимова Садагет Каимбек Кызы родилась 30 марта 1953 года в Кусарах. Писать стихи и печататься она начала с 13 лет. Поступив на факультет журналистики Асгосуниверситета, она стала регулярно печататься. Ее любимой темой были и остается по сей день тема морали. Проблемы брошенных детей и стариков впервые были подняты Садагет Керимовой. Принимая во внимание интересные статьи трудолюбия молодого журналиста, еще до окончания университета ей предложили работу корреспондента в республиканской газете «Совет Кенде», где она проработала 17 лет. Затем была заводилом культуры в газете «Азербайджан», заместителем главного редактора в газете «Гюна». С 1997 года Садагет Керимова – главный редактор газеты «Самур». Ее перу принадлежат около 8 тысяч статей, очерков, корреспонденций, зарисовок, эссе и фельетонов. Она автор 17 художественных книг. За заслуги в области журналистики еще в советское время она была удостоена премии «Золотое перо» и премии имени Гасанбека Зардабе Союза журналистов Азербайджана. Садагет Керимова также является лауреатом премии имени Хушудбану Натаван и Мексеты Генджеви независимого профсоюза СМИ Азербайджана, а также премии мира Азербайджанского национального комитета Хельсинской гражданской ассамблеи. По указу президента Азербайджанской республики Ильхама Алиева в 2005 году Садагет Керимова была удостоена почетного звания «Заслуженный работник культуры Азербайджанской республики». А в 2009 году Садагет Ханум была награждена премией Шарвели Дагестанской республики. Творческая деятельность Садагет Керимовой многогранна. Она прозаик, публицист, поэт, драматург, автор более 100 песен, создатель ансамбля «Сувар» и школы танцев лезгинга в городе Баку, преподаватель лезгинского языка, режиссер 2 замечательных музыкально-документальных двухчасовых фильмов на лезгинском языке «Край мой родной». İqrami bur. Alay ayam den çəxi kirar katir, tuar vanava jurnalist, zari, çak rüh kutazvay manirin tesniftar, Sədaqət Kərimova dindidedis xəyi putqad isaz taluq armay qəni mərəkət, çunu patal dil huz təcərq an çəxi suvarya. Qəçəxi aqal qunrinni qəhal verin zaralay, datana çat çun ucarət çirin patal alaqsıvay, çiri xuarin ruşarin qəhal bilər, çiçilərin dəh bilər, çik ani bilərini lezgi bilər, verin izrayıcı izvay, Viçi ifin alaz, qalabuluq qaz, rikkana kizvay, çalar aldık əzvay, bunu rik əriz nurar çirzvay, xayiç al xün, vilik tutxun patal, yifti yuğdu jənc qazvay, çəxi jənçi din mərəkət ya. İn jənçi din harsa çar, harsa şir, anzur isara, gah pürəz, gah işəz, gah jənc qaz, gahğamc qaz xəyisa xaldin suzayar ya. Dügüm xanvay talar, ligim xanvay halar, çisim xanvay çalar ya. Çəxi saxaldin yalar ya bur.
Al kadarız, çal kadarız, cil kadarız, el kadarız, hayı veledir viçiz had qazvasa xaldin. Yat anet atana dar xuzvay, lezgi vilin zar xuzvay xaldin. Çirik eris ha ihti hisser kujumzvay vilay, sadagat kerim vadinç alar gızafni gızaf bahayaçaz, kaniyaçaz. Ruçara adaz viri patarıqa alak narganva. Ha vilay zarini ya çirakni jurnalistni, rejissorni, manirin tesniftarni. İhti alakdarar eriz aruz kısmetçede xaldiz. Lezgirix masazat nitakhayt ani. Tekse lezgin ga beşedakiz. Sadagat kerim vadih avaydina hasıl lezgin kadar ili gaşer khanayt ani. Adaz çıxi şairluğu patal ham beşeday. İnhe sudraldı ihti şirani payamiyar khan zaride. Çı şiirattin zühre gayet. Çı khaldin rik alay zari khanadakay. Avaz kuray lezgit varçın ek besiz azlahana viça ekünüz el koya çiç xizari sadagat kerimova. Avaz kuray adam meserahatını vay çalarını maniyar. Aziz dostlar, tanınmış yazıcı jurnalist, halkımızın gayret ve sadakat ramzi olan Sadagat Kerimova, uzun iller Sovet kendi gəzisində bir yerde işlədiyimiz vaxtdan mənlə bilirəm ki, məşhurlaşıb. Onun ömrün enişli yoxuşlu yollarında necə ümidlə, necə qətiyyətlə, necə zəhmətlə və cəsarətlə addımladığını, insanlar üçün necə yandığını, necə böyük manelərlə üzləşdiyini, amma heç vaxt, heç nədən çəkinmədən irəli, yalnız irəli getdiyini görmüşəm. Onun böyük insan olduğunu dərk etmişəm. Mübaliğəsiz deyə bilərəm. Hələ həyatımda xalqını onun qədər sevən ikinci adam tanımıram. Sadagat Kerimova olmasaydı, 20-ci əsrin sonunda Azərbaycanda başqa millətlərlə yanaşı Ləzgi xalqının da yeni dövrə uğurlu addımlar attığını çoxları hiss etməzdi. Heç kəs belə çətin bir dövrdə xalqın döyünən qəlbi, görən gözü, onun həyatının aynası olan Samur qəzini nəşr edə bilməzdi. Bu işdə onlarca peşəkar jurnalist Sadagat xanımın yerini verməz. Heç kəs Bakıda Suvar Ləzgi ansamblını yarada bilməzdi. Heç kəs gənc ədəbi qüvvələrin əsərlərinin işıq üzü görməsi nail olmazdı. Yalnız Sadagat Kerimova bütün bunlara, həmçinin xalqın mədəniyyətinin inkişafı ilə bağlı bir çox digər xeyirxah işlərə nail olub. Ona görə də Sadagat xanımın hazırda Ləzgi xalq arasında ən yüksək reytinqə malik ziyalardandır. Ən nüfuzlu və ən hörmətli insan, ən yaxşı jurnalist, yazıcı və şair kimi elin sevimlisidir, fəxridir. Mən həmkarımın həyat vəracılığı haqqında sözümü 2003-cü ildə çap etdirdiyim Sədaqət adlı kitabımda təfərrüatı ilə demişəm. Odur ki, vaxtınızı çox almayıb Sədaqət xanımın gərgin əməlini əks etdirən bir neçə faktı nəzərinizə çatdırmaq istəyirəm. Qələm dostumuz Ləzgi Azərbaycan və Rus dillərində çapdan çıxmış 3 romanın, 12 povestin, 2 pyesin, 7 poemanın, 100-dən çox hekayənin, yüzlərlə şeirin, 17 kitabın müəllifidir. Onun həyat yolu və iracılığı haqqında 3 kitab, 80 məqalə və 45 oçek çap olunub. 68 şair ona şeir, 10 şair poema həsr edib. Azərbaycanın, Dağıstanın və Rusiyanın 90-dan çox şairi, yazıcısı, tənqidçisi və ədəbiyyatşünası mətbuatda onun yaradıcılığına münasibətini bildirib. 30-dan çox xarici ölkədə olmuş həmkarımız həmin ölkələrin həyatından 120-dən çox məqalə və oçek yazıb. Bəstəkar kimi Sədaqət xanım öz şeirlərinə 100-dən çox mahnı bəstələyib. O, çoxdan unudulmuş 40-dan çox qədim Ləzgi xalq mahnısını yenidən işləyib dinləyicilərə çatdırıb. Onun 38 mahnısı Azərbaycan və Dağıstan radiolarının qızıl fonuna daxil edilib. Sədaqət Kərimovanın 1997-ci ildə Bakıda yaratdığı Suvar Ləzgi mahnı və rəqs ansamblı 2011-ci ildə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Naziri Əbülfəz Qarayevin sərəncamı ilə Xalq Kollektivi adına layiq görülüb. 2009-cu ildə bu ansambl Türkiyənin TRT kanalının dəvəti ilə Ankara'da olmuş, TRT Avaz kanalının dünyanın 37 ölkəsinə yayımlanan Könül Bağı verilişində Sədaqət Kərimova bu ölkələrin tamaşaçılarında ləzgilər, onların tarixi, mədəniyyəti, incəsənəti haqqında təsəvvür yaratmışdır. 2011-ci ilin 9-11 sentyabr tarixlərində Suvar ansamblı Ankara şəhərində keçirilən Beynəlxalq Anadolu Mədəniyyət və Sənət Festivalında Azərbaycanı təmsil etmişdir. 2011-ci ildə zəhmətkeş və fədakar qələm sahibinin 13 illik axtarışlarının nəticəsi olan 700 səhifəlik Qusar-Qusarlılar, Qıçar və ensiklopedik toplusu işıq üzü görmüşdür. 1456 məqalə və oçekdən,
1086 şəkildən ibarət olan bu kitabda müəllif Qusar rayonundan çıxmış 4 general, 200-dən çox polkovnik, 150-dən çox elmlər doktoru, 500-ədək elmlər namizədi, həmçinin onlarca maarifçi, idmançı və başqa sənət sahibləri haqqında məlumat vermişdir. Burada müəllif bir institutun işi qədər iş görüb. Bütün bunları el obasına göstərdiyi xidmətləri nəzərə alsaq, tam səmimiyyətlə demək olar ki, Sədaqət Kərimova Ləzgi xalqının tarixində, mədəniyyətində və ədəbiyyatında bütün bir əsrdir. Əziz dostlar, çıxışımı yubilyarın həyat və fəaliyyəti ilə bağlı bir epizodla bitirmək istəyirəm. Bir dəfə görkəmli söz ustası Aşıq Şəmşirin xəstələndiyini eşidib, Kəlbəcərə yollanan gənc jurnalist Sədaqət Kərimova mənzilə çox çətinliklə çatmışdı. Ağdaban çayı coşduğundan onu keçmək çətinləşmişdi. Yerli adamlar Bakıdan gəlmiş inadkar jurnalisti qız uşağını buraxmaq istəməmiş, bir neçə gün gözləmə məsləhət görmüşdü. Amma inadından dönməyən Sədaqət xanım at belində Ağdabanı keçmiş, Aşıq Şəmşirin yanına gəlmişdi. Qızın bu cəsarətini görən ustad xəstə halda yatağından qalxmış, sədəfli sazın sinəsinə basaraq ona şeir qoşmuşdu. Ay Ləzgi gözəli, Sədaqət xanım, bu dağlar qarşında baş əysin gərək. Yaraşır hüsnünə bu cürət qızım, şəmşir göz yaşından kövrəlsin gərək. Keçdin Ağdabanı atın belində, qartallar qərq olmaz dağın selində. Yenə gördüm səni qələm əlində, şəninə bu sazım dinlənsin gərək. Həcər timsallısan, kəklik həyalı, gəlişin səyalı, sözün mənalı, bu qoca aşığın azan xəyalı, sevgi məcrasına yönəlsin gərək. Könlümü ram etdi hüsnün kəmalın, düz imiş ilqarın, sözün, amalın, dəli dağ döşündə qusar maralın, görməyə bu oba el gəlsin gərək. Нисимла чал акаханвай аял хиз, Ефиз юқуз рахазва, Хаич алан хар гафуни кифил хиз, Ширин мақам яғазвазаз, яғазва. Булах рихиз шур-шур завазичала, Хар элиф дал сарик ацайванала, Инчи ярхиз сахтардик акала, Бахахтар жағизвачаз, Ջաղիզվա Յարգիրուշ հիզ հար գաֆունիզ իրիդ նավ Հար նավինիզ իրիդ բերե, իրիդ ճավ Ամ ղուցարի ամանատ յազգան վաչավ Ղուցարի ինճավ, ավազ վաչaz, avazva Hər yurdun öz havası Hər elin öz avazı Hər quşun öz yuvası, ona deyilər vətən. Şehdi o, çəndi o, canımızla təndi o. Qibləgah axtarma, anamız vətəndi o. 100 dəfə deməklə can, kəsilməz yarada qan. Sən onun oduna yan, onda ucalar vətən. Yandırsan sobasını, hər kiçik obasının, Öz bayram libasını onda geyinər vətən. Uca tutaq adını, itirməyək dadını, Hər igid övladının döyünən qəlbi vətən. За 7 горами я друзей искала, Спорилась работа до 7-го пота. 7 огней прошла я, душу обожгла я, Родине желая мира и любви. На 7 наречьях соловьи щебечут, Но милей сердечку наши соловьи. Семежды сгорю я, ратуя, воюя, Все же сохраню я мой язык родной. 7 земель пройду я, мир весь обойду я,
Милые речи всходы пронесу с собой. Отведу напасти, бури и ненастья, за народ родимый жизнью постою. Axşamınız xeyir, mənim əzizlərim, mənim doğmalarım, həmkarlarım, qələm dostlarım, ağsaqqallarımız. Məni sayıb gəldiyinizə görə hamınıza ürəkdən minnətdarlığımı bildirmək istəyirəm. Günün bu vaxtında, qayğıların başdan aşdığı bir vaxt bura gəldiyinizə görə hamınıza ürəkdən minnətdarlığımı bildirmək istəyirəm. Добрый вечер, дорогие друзья! Спасибо, что своим присутствием украшаете наш зал. Can juvan bor, carik alay xayi bor. Vuş qısayı tünava, tün təxada zava çarni kijidaş, tün zuçal, tün jixal xüzay borya. Za dünya deyin viri muradar, viri qısan erzimanar söz alabızva, a muradar qaliza qatray. Mən ürəkdən minnətdaram ki, siz Azərbaycan xalqının gözəl ziyalıları bu zalı belə rövnəqə gətirmisiniz. Bu məclisdə çoxlu ağsaqqallar görürəm mən. Və mən böyük hörmət hissi ilə 90 yaşlı Abdülsin Əsətova söz verəcəyəm. Bu təkcə mənim yox, Samur qəzetinin dostudur, bu ləzgi dilinin dostudur və elə gözəl insandır. Mən istəyirəm ondan bir ata xeyir duası alaq bu məclis üçün, sonra məclisimizi davam edək. Tanımaq və çiçəxi virdaz, nəğən xirarxı kəz, vik virdi çənar saxoy, zon saaftezli ülükə çanuvazı hayatsı, sa ayal xtana, sa güzel, sa ayal zin üzerine hanıq. Babbalını vaz gazet xtanu, Samur gazet, zalınızda faz guaz kışızı patuk, qıqanızı patuk gazet sizə kligaydı, صديقة كريمة ددز خير قد يس قاني بود يخ قي تمام خانو أدان شان ساخوي دنيا كنخرا يا ربي أدك ولا حرمت بركات خوي شاسا جزيت قد تراي وزرق عجزيت قد زاي قوة هارقرا أداز اول نول الله زقراي أخبر شويك تغوشيش خيني غلاز كميك زالزي أرزيز غاني كازوو
bakır, selam bakır, şirin sevdam bakır. Sensiz yandan bakır, senle şadan bakır, şirin sevdam bakır. Спасибо вам большое. Samur Ləzgi Milli Mərkəzinin sədri Şair Həsənova məmnuniyyətlə söz vermək istəyirəm. Hörmətli Sədaqət xanım, hamımızın sevimlisisən, hörmətli bacımızsan. Sənin bu yubiley axşamında mən öz adımdan və Ləzgi Mədəni Mərkəzi adından səni təbrik edirəm və bundan sonra da böyük zirvələrə qalxıb çoxlu nailiyyətlər qazanmağı arzu edirəm. Дорогая Садагат, вы очень много потрудились на благо своего народа, на благо республики. И самое знаменательное то, что вы стали как великая личность в период руководства республикой великим Гейдар Алиевичем. Вы продолжаете свою творческую деятельность и очень успешно его продолжаете. В нынешнее время, когда руководствует республикой наш мудрейший президент Ильхам Гейдарович. Живите, творите на благо республики, творите на благо всех народов республики, творите на благо нашего лезгинского народа. Поздравляю вас. А сейчас я с удовольствием представлю слово советнику посольства России Денисову Валентину Петровичу. Уважаемый Садагет Ханум, уважаемые дамы и господа, я имею честь и поручение вручить нашей юбилярше почетную грамоту правительства Российской Федерации в Азербайджане Владимира Дорохина. Вы поистине являетесь жемчужиной лезгинского народа, гордостью Азербайджана и надеждой России. Надеждой России в том смысле, что благодаря вашему таланту, вашим способностям просто и доходчиво сразу на 3 языках рассказывать о делах, проблемах, нуждах простых граждан. И это самое главное народной дипломатии, ваш дар, которым вы обладаете, благодаря которому мы знаем друг о друге больше. Кроме этого, вы замечательный журналист, писатель, вы специалист в искусстве. Дай Бог побольше таких людей, таких соотечественников российских. Добра вам, счастья и здоровья. Mən məmnuniyyətlə bu səhnəmizə alim dostlarımdan dəvət edəcəyəm. Onlardan biri fizika riyaziyyat elmləri doktoru Kamil Aydazadədir. İkincisi pedagogika elmləri doktoru professor Akif Abbasovdur. Sədaqət xanım, mən ədəbiyyatdan uzağa adamam, riyaziyyatçıyam. Amma o ki, sayıldı neçə kitab yazmış, nə qədər məqalə yazmış, inanmayın ay cəmaat, biləs ki, hər məqalə bir yuxusuz gecədir. Onu mən 100% biliyorum. Deməli, mən saydım ki, nə qədər siz gecə yatmamışsınız. Mən Allah'tan istəyərdim ki, дай Бог, чтобы Он воздал то, что она заслуживает. Те ночи бессонные, чтобы он ей когда-то вернул, чтобы те силы, которые она потратила в течение этих лет, они не иссякли. Поверьте мне, сейчас так, как работает Садагат хан, таких очень мало в республике. Садагат хан, вам творческих сил. Дай Бог, чтобы
Мы, собираясь каждые 10 лет, мы каждый раз новые книги ваши изучали, читали бы, чтобы вас не иссякал мощи. Дай Бог вам здоровья. Belə gözəl yaradıcılıqla tanış olanda yadıma dahi Sokratın belə bir fikri düşdü. Deyir, mən hər gün 3 saat yatırdım. Yalnız 3 saat yatırdım. Əgər bu 3 saatı da yatmasaydım, dünyanı kəşf eləyərdim. Sədaqət xanım, siz gündə 3 saat yatmasınız da, yəni gecənizi gündüzə qatıb belə gözəl nailiyyətə sahib olmuşsunuz. Bu sizin xidmətinizdir. Eyni zamanda sizin əməyinizdir. İndi sizə dayaq verənlər sizin ailədir, sizin dostlarınızdır. Yəni, bu sizə qüvvə verib, belə gözəl yaradıcılıq, belə gözəl iş qoymuşsunuz siz, yəni yaratmışsınız. Sizin nailiyyətləriniz çoxdur, sizə bu sahədə uğurlar arzu edirik, can sağlığı, uzun ömür, yeni yaradıcılıq nailiyyətləri. Təbrik edirik, çox sağ olun. Sizi yubiley münasibəti təbrik edirik, bayramınız mübarək. Bugünkü gecəni ən çox yaraşığa gətirən əlbəttə mənim qələm dostlarımdır, mənim həmkarlarımdır. Mənə bir köynək yaxın olan adamlardır. Mən çox sadə insanam, sadə həyat tərzi keçirən. Ən böyük dövlətim dostlarımdır və sizsiniz. Burada kənar adam, təsadüfi adam yoxdur. Və mən istəyirəm ki, həmin dostlarımı siz görəsiniz. Hamısını əlbəttə bura çağırsam səhnəmizə yerləşməz, amma bəzilərini xahiş edəcəm səhnəyə qalxsınlar. Flora Xəlilzadə, Azərbaycan qəzetinin şöbə müdürü, gözəl publisist, yazıcı. Bu xanım Sülhiyə Musa qızıdır, Azərbaycanın gözəl publisist yazıcısı. Bu xanım Sevda Mikail qızıdır, mənim kitablarımın naşiri, mənim həmdəmim. Qəmər Mürşidli hardadır, mənim qədim dostum. Bilirsiniz, bu dostluğun bir 40 ildən çox yaşı var. Filosof alimimizdir. Bugün Kaspi qəzetində mən Sədaqət xanıma bir məktub ünvanlamışam. Ürəyimdən keçən sözləri orada demişəm və Sədaqət xanımın yaradıcılığı barəsində burada geniş danışdılar. Mən onu nə yazıcısı kimi, nə şair kimi, nə musiqisi kimi təqdim etmək fikrində deyiləm. Mən onu bir dost kimi, bir sıra məziyyətlərindən söz açmaq istəyirəm. Bugün fikirləşdim ki, bizim dostluğumuzun tarixi nə vaxtdan başlayır? Dəhşətə gəldim, 40 il tamamlanıb. 40 ildə dostluğun duz yükünü, sulardan salamat çıxarmağı bacaran bu Sədaqət xanıma sizin qarşınızda öz minnətdarlığımı bildirirəm. Bu dəyişən dünyada, dəyişən quruluşda, dəyişən meyarlarda dostluğu saxlamaq, əbədiləşdirmək, bu günə gətirib çıxartmaq doğrudan da çox çətindir, amma Sədaqət xanım bunu bacardı. Allah bir seçimi sənin üstünə qoyub, o da dost seçməyi. Nə yaxşı ki, bu seçim bizim üzərimizdə var və Sədaqət xanım mənim gəncliyimdir, mənim dünənimdir, mənim bugünümdür, mənim həyatımın bir parçasıdır və ruhumun ehtiyacıdır. Mən bilmirəm, Yazıçılar Birliyinin, Jurnalistlər Birliyinin rəhbərliyindən burada var ya, yox. Amma mən bu sözü deməsəm, nə Flora Xəlilzadə olaram, nə də ürəyim dözər, partlayar. Mən çox istərdim ki, burada bir sıra təbriklər oxunsun, burada bir sıra təltiflərin adı çəkilsin. Amma nə acılar ki, bu dünya göyərçinlərdən və ilanlardan ibarətdir və o ilanlar mane olur ki, göyərçinlər sülh quşu kimi pərvazlansın. Onu bilirəm ki, onlar gəldi gedərdi, qalacaq şey addır, imzadır. Bugün fəxrlə, qürurla deyirəm ki, Sədaqət Kərimova Azərbaycanın namuslu qələm sahibidir. Eşq olsun ona. Sədaqət xanım özü bilir, Hal romanını nəsildə sevdiklərimin arasında oxumayan bir adam qoymamışam qala, hamısını oxuturmuşam. Və neçə illər öncə də bu sözü yazmışdım da və demişdim də elə tədbirlərin birində demişdim Sədaqət xanımın şəxsən mən Nobel mükafatı komissiyasının üzvlərindən və yaxud hansısa səlahiyyət sahiblərindən biri olsaydım Nobel mükafatına təqdim eləyərdim. Çünki milli Azərbaycan ruhunu, milli Azərbaycan mənəviyyatını orada əsərində, romanında çox gözəl və özəl olaraq qeyd edilib. Və bu bizim xoşbəxtliyimizdir ki, Sədaqət xanımın o yaradıcılığını, o həyatda hər günümüzün, hər anımızın, saniyəmizin və başımıza gələ biləcək hansısa hadisələrin müəyyən bir axarını verə bilib və bizim
tariximizə, ədəbi tariximizə, ümumiyyətlə ruhumuza təqdim edə bilir. Gabriel Garcia Nobel mükafatçısıydı və o Hamıya vida əsərində yazırdı. Mən uşaqlara qanad verərdim, özüm onlara uçmağı öyrədərdim. Mən ölümün qocalıqdan yox, unudulmaqdan və laqillikdən, biganəlikdən gəldiyini öyrədərdim. Mən də sizdən çox şey öyrəndim insanlar. Öyrəndim ki, hər kəs xoşbəxtliyi zirvədə axtarır. Amma onu enişdə, sadə, səmimi Sədaqət xanımın olduğu kimi elə enişdə olduğunun fərqinə varmır. Biz bugün Sədaqət xanımın o gözəl ürəyinin, o gözəl qəlbinin və qələminin işığına yığışmışıq. Hamınızı xoş gördük. Sədaqət xanıma da sevgi və söz bayramı mübarək deyirəm, əzizim. Yəqin hamımız bilirsiniz, dostlar var, adam var deyir ki, neçə illər biz tanış idik, sonra danışdığımız dostluğa çevrildi. Amma bizim epizodda, bizim tanışdıq anından dostluğumuz başladı. Və o vaxtdan bu vaxta mən bu xanıma heyran olmaqdan yorulmuram. Və bu günləri çox hörmətli Flora xanımın bir qayğısını gizləməyə bilmədi, bir söz dedi. Mən istəyirəm deyəm Flora xanım elə məclisə də. Qoy Sədaqət xanım, onsuz da elə şeylər ürəyinə gətirən deyil, amma qoy kimlərsə həsəd aparsın Sədaqət xanıma ki, o xalqın məhəbbətini qazanıb. Bundan yüksək nə priz, nə mükafat, nə də hər hansı bir təltif mən təsəvvür edə bilməm. Ziyalı sözünün içində bir bütövlük var. O bütövlük olanda artıq orada bir balaca minusa yer qalmır. Əgər söhbət əsl ziyalıdan gedirsə, o əsl vətənpərvərdir. O gözəl istedad sahibidir. O gözəl vətəndaşdır. O gözəl vətənpərvərdir. Sədaqət xanım haqqında danışanda o gözəl qadındır, o gözəl ailə sahibidir, o gözəl qələm sahibidir, o gözəl dostdur. Və dünyanın bütün gözəllikləri bu xanıma yaraşır, o onun daşıyıcısıdır. Mən əziz dostumu bir daha sizin qarşınızda öz məhəbbətimi bəyan eləyirəm, bir daha bağrıma basıb qucaqlayıram. 40 ilin müəllimi kimi, baxın 21 yaşından auditoriyadayam, bugün birinci dəfə dilim çaşır mənim. Bugün mən deməyə söz tapmıram. Söz tapmıram ona görə ki, insan bir nəyisə bilməyəndə söz tapmır danışmağa. Bir də mövzu haqqında olduqca çox biləndə söz tapmır. Və mən Sədaqətlə 40 ildən artıqdır dostum. Biz 40 ili aşırmışıq və bu müddət ərzində heç bilmədik ki, bu illər necə gəldi keçdi. Bizim dostluğumuz, danışlığımız dostluğa necə çevrildi. Amma sonda bir nəticə oldu. Mənim arxain ola biləcəyim, arxa biləcəyim, hər zaman güman yerim, ümid yerim biləcəyim bir dostum oldu. Sədaqət xanımla dost olmaq qarşılıqlı mənəvi zənginləşmə deməkdir. Sədaqət xanımla dost olmaq elə bir etibarlı adam qazanmaq deməkdir ki, günün hansı saatında, gecəmi, gündüzmü, ilin hansı fəslində, yayın istisində, yoxsa qışın qarlı boranlı çağında mı qapısını açarsan, qapısı üzünə açıqdır. Yaxud da o sənin qapına gələr. Sənin nəinki qapın, ürəyinin qapısı da onun üzünə açıqdır. Bugün mənim bayramımdır və belə hesab edirəm ki, burada iştirak edənlərin hamısının bayramıdır. Biraz səsim titrəyir, amma qüsura baxmayın. Çünki sevincdəndir, sevgidəndir. Və mən həmişə, üzünə deməmişəm bunu heç vaxt Sədaqətə, amma arxasında həmişə hər kəsə məlum demişəm bu sözü ki, Ləzgi xalqı xoşbəxtdir ki, onun belə bir övladı var, belə bir təəssübkeşi var. Çiğ
Alsoy saya alaçıgile Şarbiriz kızma çiçile Alas kuruda alpan dinkele Alas kuruda alpan dinkele Alas kuruda alpan dinkele Çirkin polis iftadalar Çirkin polis iftadalar Çirkin davay kahalar Çirkin davar Çirkin davay kahalar Çirkin davar Çirkin davay kahalar Çirkin davar Leğer kız ayranlar Çirkin davar Leğer kız ayranlar Çirkin davar Ezginin uşağına vay, çığa kandalar. Ezginin uşağına vay, çığa kandalar. Ezginin uşağına vay, çığa kandalar. Kakabulin saralar, çığa sandalar. Kakabulin saralar, çığa sandalar. Kakabulin saralar. Çima sandalar, kakabulin saralar Çima Dünyanın bir neçə ölkəsindən bura qonaqlar, mənim gözəl müsafirlərim təşrif buyurub. Türkiyədən bizim qonaqlarımız var, Qırğızstandan qonaqlarımız var, Qazaxıstandan, Komidən, Rusiya Federasiyasının bir neçə şəhərindən mənim əziz dostlarım bu məclisə təşrif buyurublar. Azərbaycanın müxtəlif rayonlarından çox gözəl dostlarım bu məclisə gəlib. Qusardan, Qubadan, Xaçmazdan, Qəbələdən, İsmayılıdan, Göyçaydan, Oğuzdan, Saatlıdan, hətta Qəbələdən 15 nəfərdən ibarət bir nümayəndə heyətə gəlib. Şah İsmayılov başda olmaqla. İsmayılının Sumağallı kəndindən təxminən bir 20 insan bu məclisimizdə iştirak edir. Azərbaycan onunla gözəldir ki, onda çoxsaylı xalqlar yaşayır. Biz hamımız Azərbaycan xalqı olaraq ayrı-ayrı şaxələrdən ibarətik. Bir palitrayıq biz. 90-cı illərdən biz bir yerdə ictimai təşkilatlar olaraq bir yerdə fəaliyyətə başlamışıq. Bugün bilirsiniz də nə günüdür? Beynəlxalq Uşaqları Müdafiə günüdür. Bu Səlimxan Əzizov isə mənim nəvəmdir. Бадочка, наша родная, любимая, Бадочка, славная, незаменимая, с юбилеем тебя поздравляем, всяких благ в твоей жизни желаем, целуем твои талантливые ручки, с любовью твои внуки и внучки. İndi isə mən məmnuniyyətlə bizim qonaqlarımızı təqdim edəcəyəm. Əhməd Həpo, Kürd icmasının ağsaqqalı, Gülcan Məsaudova, Tatarların Tuqantel İctimai Birliyinin sədri, Mehdi bəy müəllim Talış icmasının görkəmli şəxslərindən, o cürdən Talış İsəda qəzetinin baş redaktoru. Asiyə Tinayeva, bizim alim dostumuz, Avar xalqının nümayəndəsi. Könül xanım Talış xalqının nümayəndəsidir. Azərbaycanca, Talışca olduqca gözəl şeirlər oxuyur. Və bu məclisimizdə olduqca bir gözəl xanım var. Azərbaycanda tolerantlıq nümunəsi göstərən bir xanımdır. Gülnara İnanc. Onun Etnoglobus saytı var. Hansı xalqın belə tədbiri keçsə azsaylı xalqlar, ləzgilərin, talışların, kürdlərin, tatarların, orada Gülnara xanımı görmək olar. Sonra da öz saytında gözəl materiallar çap edir. Sədaqət xanım, elə insanlar var ki,
işıqda qaranlıq axtarırlar. Elə insanlar da var ki, qaranlıqda işıq axtarır. Siz o qaranlıqda işıq axtaran bir şəxsiyyətsiniz. Vətən üçün, xalq üçün, ailə üçün. Mənim əziz bacım, yazdı. Yəni, qar təzə əriyir. Bilmirəm, Şah dağın ətəyindən, Murov dağın ətəyindən, Kəpəz dağın ətəyindən bir nəfər gedir. Baxır ki, qar çiçəyi, bir dənə qar çiçəyi baş qaldırıb, özü də çox uzaqdır dağın ətəyindən, qaçır gedir, onu qopardır. Özü də 5 dəqiqədən sonra da o qar çiçəyi məhv olur. Amma elə insan da var ki, yazın elə bir vaxtında o dağların ətəyindən gedir ki, qar çiçəyi hər yerdə doludur. Sədaqət xanım o qar çiçəyin dolu olan vaxtdan o dağların ətəyindən gedir, amma əyilir o çiçəklərdən birini dərmir. Dərmir, ona görə deyir ki, o qalsın məndən sonra gələnlərə. Sədaqət xanımı çoxdan tanıyıram. Biz Dağıstan Universitetində uzun müddət Sədaqət xanım, Müzəffər müəllim çiyin-çiyinə işləmişik. Mən bəlkə də o ansamblın yaradılması ilə da, bəlkə də o Sədaqət xanımın necə millətsevər, vətənpərvər xanım olmasını elə oradan bilmişəm. Yəni o rayonlardan gələn tələbələrlə işləmək, əslində bəlkə də o Dağıstan Universitetinin filialı, bəlkə də kiminsincə bir əhəmiyyətsiz bir bəlkə də bir təhsil mərkəzi idi, amma orada çox əhəmiyyətli bir iş, çox ağır bir iş, azsaylı xalqların nümayəndələri olan yəni bizim üzərimizə düşürdü. Yəni biz öz ana dilimizdə müəllim yetişdirirdik. Bu yolda da çoxlu uğurlarımız oldu. Və bütün bu işlərə də rəhbərlik mənim ilə yanaşı Sədaqət xanım və Müzəffər müəllim üzərinə düşür. Mən Sədaqət xanım yaradıcılığından tam bələdəm, bir filoloq kimi onun bütün əsərlərini oxumuşam. Onun həmişə bir sevdiyim şeirdən bir parçası var. Deyir ki, dünya boyda kədəri biz qəlbimizdə daşıyırıq. Zərrə qoyada sevincə bəs niyə şərik axtarırıq. Bu şeir bəlkə də onun gəncliyində yazılıb, amma həmişə mənim dilimin əzbəridir. Mən Sədaqət xanıma yaradıcılıq uğurları arzulayıram və bundan daha böyük zirvələrdə onu görmək arzusundayım. Çox sağ olun, minnətdarım. Милая моя подружка, тебе сегодня 60. Мы рады, без сомнения. Тебе сегодня пожелать здоровья и везения. Пускай почаще в твой дом друзья приходят лучшие, и все, что нажито трудом, умножат дети в будущее. Еще, Садагат, я бы тебе хотела подарить свою книгу, которую выпустила Академия наук Азербайджана. Очень много говорить отнимает очень много энергии. И когда ты хочешь делать очень много дел, нужно просто молчать и делать. Человек судит по действиям. Садақат ханым символ того, что она знает эту философию. Она очень мало говорит. Она далека от всяких провокаций, от всякого что-то. Она просто делает. И вот результат того, что она делает, вот то, что 20 лет, она с такой энергией работает. Это просто ребенок. Ребенок огромной энергии. Посмотрите на него. Это просто наивное, детское, любящее лицо. Я преклоняю голову перед вами. Я вас очень люблю. Я у вас всегда учусь. Спасибо. Спасибо вам. Samur qəzeti bir müddət bundan qabaq bir oçerk dərc eləmişdi. Adı Amazonka idi. Oxumusunuzmu onu? Amazonka qarşımızdadır. Ancaq o süngü ilə yox, o oxla yox, onun Amazonkalığı nəinki ləzgi xalqının, nəinki Azəri türklərinin, biz talışlar da onu Amazonka, amma qələm Amazonkası, intellektual Amazonka sayırıq və biz Talış dağlarından, Talış qardaş və bacılarımdan təbrik salamlarını gətirmişik. Və istəyirəm
Və istəyirəm Talış dilində sizi təbrik edim. Xuva, iştı, muvardarış, mübarəki. Tı, ki şah dağı, Xonyovun peşoma. Mübarək iştı, muvardarış. Barak ansağ rəkanstxa. İndi istəyirəm ki, onun öz yaracılığında, bu Amazonkanın öz yaracılığında, bu cəsur insanın, bu mənim üçün, qadın da olsa mənim üçün ideal bir şəxsiyyətin öz yaracılığında bir nümunəni istəyirəm. Talış qızının ifasında siz dinləyəsiniz və istəyirəm o Talış qızından bu ləzgi Amazonkasına baxsın və nümunə götürsün gələcəkdə. Mən bir tənha qərib quşam. Yurdum uzaq, yuvam soyuq. Bu dünyada qəm içməkdən sinəm olub oyuq. Bir tufan var varlığımda, gərək bugün coşam, daşam. Bu enişi, bu yoxuşu, bu gədiyi gərək yaşam. O dağların ətəyindən əsib gəlir soyuq nəsim. O yad eldə, yad məkanda yoxdur mənim heç bir kəsim. Mən bir quşam, dilim çətin, istəyimi necə deyim, yadlar elə yoxdur işim, doğmalardan gileyliyəm. Səhər axşam, gecə gündüz həzin ötməyim var. Yar köksümə yara vurub, bu yerlərdən getməyim var. Mən bir qəribəm səfər üstə, nə gələn var, nə gedən var. Heç bilmirəm hansı səmtə aparacaq məni yollar. Mən bir tənha qərib quşam. Yurdum uzaq, yuvam soyuq. Bu dünyada qəm içməkdən sinəm olub oyuq. Sinəm olub oyuq. Дорогая наша Садагет Ханым, мы от имени ансамбля «Сувар» от всей души поздравляем вас с этим знаменательным юбилеем и желаем вам еще больших успехов и достижений в этой жизни. Я знаю, что для лезгин, конечно, сделали очень много, но я думаю, что еще самые важные достижения, успехи у вас еще будут впереди, ждут вас впереди. Спасибо вам за все. И дай Бог, чтобы все ваши заслуги были оценены по достоинству. А сейчас, с вашего разрешения, я хочу зачитать одно из ваших произведений. Şair din haq, xalq lahana daday boroz, jiger bahri baday boroz, şiir bahaz qaday boroz, sikin ömür qismet xanaç. Can alaması şairdiz i dünyada qiymet xanaç. Asıl şair qapar xanaç, adamitel dapar xanaç. Qole atsayt aqar xanaç. Havilayne şair divay met yağana qapar xanaç. I dünyada can alamaz sa şairdiz qapar xanaç. Reqer şkü meqer xana. Qilert sana viqer xana. Tayar tişer benqer xana. Hin şairdiz asan vili fujağana piker xana. I dünyada şairdi haq adaz yağat enqer xana. Дани Хейрарху, всем добрый вечер. Я бы тоже хотела рассказать о роли творчества Садагет Ханым в моей жизни. Это началось, когда я приехала учиться в Баку, и я начала посещать лезгинские танцы. Там я приобрела новых друзей. Впервые услышала песни ансамбля «Сувар». Я их по сей день с удовольствием слушаю. Потом я узнала, что их автором является Садагет Ханым. Поинтересовалась другими произведениями ее. Я просто не могла оторваться. Насколько точно они передают быт
жизнь, культуру и актуальные вопросы лезгинского народа, каким патриотизмом они веют. Конечно, в настоящее время в СМИ мы можем много прочитать о лезгинах, об их жизни, но, как говорил Достоевский, что в прозе звучит просто, то обретает глубокий смысл в стихах. Таким образом, посещая танцы, знакомясь с деятельностью Садагет Ханым, во мне пробудился лезгинский дух, любовь к своему языку, понимание, осознание уникальности своего народа и языка. Ведь мы, лезгины, являемся единственными носителями и хранителями своего языка. Таким образом, я вам как бы рассказала свою историю, а я являюсь лишь примером лезгинской молодежи. И я хочу поблагодарить лезгинский народ за то, что он вывел такого замечательного деятеля, и за организацию этого мероприятия. Такие мероприятия помогают нам, молодежи, не забывать нашу культуру, традиции, историю, доставшуюся нас от наших предков. И тоже захотел бы один из своих любимых стихов Садагет Ханым вам прочитать, на лезгинском, конечно. Чун лек эре. Лек лахана дех чавара час парада, лек лахана час жвада, час чарада. Чун лек эре гекигайдя, кичевле чинтайдай, час лек эрхиз килигайдя, қил хураваз финтайдай. Час қуншиди лек лахана, дагдин синел муг идай, час дустин лек лахана, цавун юқал руг идай. Лек лахана, сада хошиз, сада кичез, сада қурез, сада тичез. Чичалаған лахана час, цавар рамавур, як узгундин торгана час, и викос хазур. Тиб лахана час, виленикоз, ичи, мичи, час садани ранга чуло, хуриз гидай хаба чуло пек лаханач, час садани кек лаханач, вичал қару, такабурлу, инхе аджуст акур чауз, хур велик накал акуддай, қил виридла вине қадай, заиф бурус куфя қадай. Час вирида лек лахана, қақан вилер рам айдай, дағларини, цаварини чун такурла ғам идай. Цуд лек ағзур құзғун дила викех жеда лахана час, лек акурла чалағани митуғ жеда лахана час. Чун вужета чирханани ялизгияр, лек гафуни цихиял риз нур ханани ялизгияр. Чун дүнияdiz мад лек эрхиз атун gerek, çi dostariz, çi düşmanriz, çun lek erhiz akon gerek. Çilin vinel harsa çavuz, qil vinizna qaqön gerek. İtim vilik gel qön gerek. Hik ank evi hayit ani, lap rik iday beredani, çun lek erhiz rikin gerek. Спасибо, Садагет. Заварезни, чилерезни хабар. Ялезгияр, я инсанар, я капар. Қаэллеріз, бахтлы биліз, эберіз. Elleriz, bahtlı bili severiz. Qaraq dünya, qaraq dünya, qaraq dünya. Lezgin kadal köleriz. Çağan çiyah makam, atan vasi makam, daldam çiyagata, kamaraya kata. In vasi kanidi, van koyi manidi, satulin rigala. Когда йогава Игвази каниди, ван куи маниди, сапели
kuray I hava di khayjil can kuray Sunava çilme karar ya da parar Ezgin kadim khaym duş ças parar Şi ugariz çi bileriz van kuray I hava di khayjil can kuray Sunava çilme karar ya da parar Ezgin kadim khaym duş ças parar Pan alacaq ustar Aquda nadustar Kani bu pot kurar Meclisiz dad kurar Ya salizgi hava Le kızılgın zava Lezgin kayar gada Yar gada yar fada Yar salizgi hava Le kızılgın zava Lezgin kayar gada Yar gada yar fada Çileriz mi bu haber Yalnız giyer yani sanar ya kapar Değerleriz bakırız ederiz Arap dünya lezgi kadar kuleriz Zavariz mi çileriz mi bu haber Yalnız giyer yani sanar ya kapar Değerleriz bakırız ederiz Arap dünya lezgi kadar kuleriz Zavariz mi çileriz mi bu haber Yalnız giyer yani sanar ya kapar Değerleriz bakırız ederiz Arap dünya Arap dünya eski kadar kuleriz.
к нам в гости из нашего ближнего и далекого, конечно, Дагестана, потому что Самур уже разделяет нас. Приехала замечательная женщина, доктор филологических наук, обожаемый мною человек Фаида Ганиева. Sidaqata za hürmet iz ve adak yike bacarağava insan ya. Am sariqa tuarwana ve alaq narala kastuş. Am gzafri qera vünya ava kas ya dişehliye. Ada vüçel yike zahmet harqaçuz ve ada ma gzaf vizif ayar xve qazva ada am kliko am şair ya, am prozaik ya, am dramaturg ya, am kompozitör ya. İna qahrima sedakat ya, çalxuni, çi kultura xuni, çi adetar xuni reqa. Çalakay balada da kitap ziglaha tavurla. Mahaçkalada prezentasiya txana hana, baraqsanda kasfana ha prezentasiya. İka biximni tirzin. Haqqan qsan. Viri dalan qısa intelligentsiya, viri reqara intelligentsiya. Tup hizatsanva, hizal hiz hakatsanva, çi zal çını txuzva, обычно библиотекада txudadiya, viri dalan çaxi bibliotekada Rasul Gamzatovan torunni qgala, ha prezentasiya, am rikalati fida jurefana. Gzaf raxunara vur insanarava, viri bez raxaz qansva, gaf qaçuna, şiirar elna, Zaz vir dalan alamat haykar amya qanni tsut şiir kelna sidaqatan khurala haqti qahalar khayarna va lezgiri Dağıstan'da sidaqatız yekekmet kuzva am zurba jenkçiye çilizgi xoldin çilizgi adetar xuni çi tarix xuni reqa viri reqara em yeke zurba jenkçiye za am hemiş zirike hiklap Hak insan his xuzva insan ya. Adas yargı ümür gura. Adas gzaf qıvatar gura. Viçin rikay vaqatar xiyalar, viçin meseleler gelecekte mat halına kanzva abur viri qiliza qatra. Çandi dedi. Vun masaga kunazazin xilera. Çandi dedi, gamavay ki bibilera. Bela çuha, çukurana fikirintif, luva kaya çançi kwalim baxtavarliv. Sabırlıhu Allah'taydı harmiçif. Vilayni qara vaxtaydı çandi dedin. Der biri Allah'taydı. Çandi dedi. Dünyaya in, harcır edin kırar avay. Dünyaya in, yalteşeday parar avay. Dünyaya in, nagah patay harar avay. Dünyaya in, nagah paday hararava. Darvileriz, ehizcira çandi dedi. Juvan rikiz, rekizcira çandi dedi. Darvileriz, ehizcira çandi dedi. Juvan rikiz, rekizcira çandi dedi. Çandi dedin, çançi golin baxtabarli. Çandi dedin, Allah'taydı harmiçiyin. Çandi dedin, vilayna qara baxtaydı ya. Çandi dedin, der biri Allah'taydı ya. Çandi dedin, çandi dedin, çandi dedin.
dünyaya im kısan pis kol kolavay Ümürye im dost ne düşman salsalavay Juvan gri türayda tsay kulavay Juvan gri türayda tsay kulavay Amkürüm rehaçeder can diledi Kalkatayla ahkaçeder can diledi Amkürüm rehaçeder can diledi Kalkatayla ahkaçeder can diledi Can dedi, can çikolin baktabarli Can dedi, Allah'taydı harmiçiyi Can dedi, bilayna qara vaktaydı ya Can dedi, derder biri Allah'taydı ya Candi dedin, candi dedin Ömür yedim, hal zavayda sızak çetin Kün ayalar göçüç avuzda yemedin Şehi hayla, riki, derder, yisftin Akvaz akvaz rehijede candi dedin İqam kırar ehijeden candi dedin Sabırlıhu candi dedi Dostlarımdan biri Səfərbəyov adlı sanlı həkimimiz. Dostlardan biri Hüseyn Mirtəqəvidir, Azərbaycan Milli Ensiklopediyasının şöbə müdürü, mənim tələbəlik illərimin dostu, sirdaşı. Sədaqət xanım xoşbəxt insandır. Ona görə ki, onun sevincləri, onun hissləri, onun düşüncələri xalqın arasındadır. Və insan tənha heç vaxt xoşbəxt ola bilmir. Və onun xoşbəxtliyi xalqın xoşbəxtliyidir. Və mən Sədaqət xanıma çoxlu sınaqlardan keçib, o bizim millətin tarixinin öyrənilməsində, mədəniyyətin, mənəviyyatın, ədəbiyyatın, dilinin saxlanmasında böyük əhəmiyyət kəsb etdiyinə görə və Allah da ən çox istədiyi insanlara ən çox sınaqlar göndərdiyi üçün Sədaqət xanım bu sınaqlardan üzü ağ və alnı açıq çıxmışdır. Və mən bütün millətim adından Sədaqət xanıma təşəkkür edirəm ona görə ki, o bizim milləti həm ləyaqətlə, həm cəsarətlə, həm mərd və həm də ziyalı kimi təmsil edib. Və bu da bir insanda həm ziyalılıq, həm cəsarət, həm ləyaqət çox çətindir və o qadın olaraq bu hissləri bir kişi kimi onun öhdəsindən gəlmişdir. Və mən istəmirəm ki, bizim millətə az saylı millət desinlər. Bizim millət böyük millətdir və onun böyüklüyünü baxmaq istəyirsinizsə, Sədaqət xanımın tərtib etdiyi Qusar adında ensiklopediyaya baxsınlar. Və Sədaqət xanım bir üstünlüyünü ondan ibarətdir ki, o iki millət arasında bir körpüdür. Sədaqət xanım, sizə can sağlığı və daim Allahın yolunda olmağını arzulayıram. Əziz dostlar, bugün böyük bayramdır. Mənim bacımın bayramıdır. Mən Sədaqəti tələbəlikdən tanıyıram. Mənim əzizimdir, hamımızın əzizidir. Mən bütün Ləzgi xalqını təbrik edirəm bu böyük bayram münasibəti ilə. Sizə can sağlığı arzu edirəm. Ensiklopediyadan gələn adam nə başlaya bilər? Ensiklopediya. Biz həmkarıq. Qusar və Qusarlılar mənim stolsuzluq kitabımdır. Qoy bu da Sədaqətin stolsuzluq kitabı olsun. Bu Azərbaycan xüsusi cild, birinci cilddir.
Mənim uşaqlıqdan biraz rəssamlığım var. Özdə xüsusi bir üsulla mən işləyirəm. Taxta üzərində nəqqaş cərrah bıçağı ilə. Bu xüsusi, indi nə aldım, necə aldım, təsəvvür edin ki, bir qəşəng ləzgi qızın portreti yaratmaq lazım idi. Mənim tələbə dostumu şəklini yaratmaq lazımdır. Eyni zamanda bir el anasının şəklini yaratmaq lazım idi. Mən nə alındısa, amma bu alınıb. Mənim ən yaxın dostlarım Müzəffər Məlik Məmmədov, bir də Sədaqət xanımdır. Qusarın, Qubanın, Xaçmazın kəndlərində ata-baba qonaqlarımız olub. Onlar bizim üçün qonaqdan, qohumdan yaxın olublar. Onlara gedmək mənim üçün xoş idi. İndi də arada bir yadıma düşəndə o illər, o insanlar, mən bərk darıxıram. Darıxanda da istər-istəməz, biliyorum, avtomatik olaraq Samur qəzetinin redaksiyasının nömrəsini yığıram və Müzəffərlə, mənim bacımla danışandan sonra ürəyim sakit olur. Eləyirəm, getdim, Qubanı gəzdim, Qusarı gəzdim, Xaçmazı gəzdim. Bizim tərəflər yadıma düşəndə yazdığım bir şeiri mən sizə oxumaq istəyirəm. Sizə zəng edirəm, ay əzizlərim. Bakı sıxır məni, sınıxmışam mən. Tıxaclı yollarda karıxmışam mən. Quba üçün, Qusar üçün darıxmışam mən. Sizə zəng edirəm, ay əzizlərim. Könlüm dağ istəyir, duman istəyir. Güllü göbələkli orman istəyir. Könlüm o yerləri yaman istəyir. Sizə zəng edirəm, ay əzizlərim. Hərdən xatırlayıb uşaq illərin, digahlı, iqırıqlı, uzaq illəri, qudyal selləri də qaçaq illəri. Sizə zəng edirəm, ay əzizlərim. Tələbəlik çağı sanki dünəndi, 60'ı ötürük, çətin dönəndi. Şirin xatirələr dönüb dinəndi, sizə zəng edirəm, ay əzizlərim. Qədim xurrilərin sözün axtarıb, ləzgi dilindəki izin axtarıb, min sirli sözlərin duzun axtarıb, sizə zəng edirəm, ay əzizlərim. Min fikir dövrəmə düzülən zaman, ağrılar içimə süzülən zaman, əlim bu dünyadan üzülən zaman, sizə zəng edirəm, ay əzizlərim. Hər şeyin təzəsi, dostun köhnəsi. Siz mənə taleyin əziz töhfəsi, istəsəm eşidəm əziz toz səsi, sizə zəng edirəm, ay əzizlərim. Politologiya üzrə fəlsəfə doktoru, bizim adlı sanlı ağsaqqalımız, yazıçımız, şairimiz, bizim redaksiyamızın əziz dostu Məmmədağa Sərdarovun sözünü onun nəvəsi deyəcək. Sədaqət Kərimova, Qusarım, salam doğma Qusarım, mənim əziz diyarım, darıxmışam sənin üçün, ay istəklim, ayarım. Nə vaxtdır aralıyam sənin isti qoynundan, əlkön uşaq kimi qoy sallanım boynundan. Doğulub böyüdüyüm o ev qədər əzizsən, şirin xəyallarımda necə nurlu, təmizsən. Səhər, axşam zümzümə etsin Şahnabad çayı, mənim üçün bu nəğmənin yoxdur əvəzi tayı. Salam ata-babamın babasından uca yurd, mənim üçün Şah dağının özündən də qoca yurd. Salam doğma Qusarım, mənim əziz diyarım, darıxmışam sənin üçün, ay istəklim ayarım.
vihena mili mili Hürür razon dili dili İhtilata kısan kısan Dostarikay masan masan Sorurra dert ara ara Şadararik bara bara Omurgana kile kile Kuş kaparla sile sile Bahtlı da kaz yuzaz yuzaz Aga tazav juzaz juzaz Sıranan dert stal stal Alatlan dal kal kal Kilig navaz mili mili Hürendik ay dili dili Saatlı rayonunda mənim qədim bir dostum yaşayır, Gülnaz xanım. Gülnaz, mən səni çox istəyirəm. Sən bəlkə mənim əsərlərimi bitdə-bitdə oxuyan, cümlə-cümlə, virgülünəcən oxuyan nadir oxucularımdan birisən. Çox sağ ol və sənin bu gözəl qızın Təxminəyə söz verirəm. Sənə get söyləyim, birdən gedərsən. Gedişin yandırar, yaxar qəlbimi. Sənə qal söyləyim, birdən qalarsan. Könlümü çalarsan bir çaman kimi. Sənə sus söyləyim, birdən susarsan. O şirin səsinə həsrət qalaram. Sənə danış deyim, birdən dinərsən. Yenidən bir gözəl sehrə dalaram. Ürəyim qal deyir, dilim get sənə. Getsən, hicranına dözə bilərəm. Çaşıb getmədiysəm, inanma mənə. Qalsan, vüsalından bezə bilərəm. Gila Zai səhnədiz, Kirgiziya Danova, Çibahasa muhumandis. Everguda, Ali Qasumov, Torvanova yuristiya, Torvanova advokatiya, Sıçıxı sixildi qilya. Çulahana Yarğara inzitanova adızbarkalı lğunçina, Qaribrava jivatan əhliya, Jiçalaq, Jiçilik, Lizgivlik, Juvlik, Darixkanvay, Qarixkanvay inkastesçina gafko. Zaz çizveki qətən yuğya. Qətən yuğya çi vaxayı yuğ. Ve çizlahata qətən ilsan qətən karar al çirzadi. Qətən kar alaqa ilsan diqmet guzvadiya adla alaqun raldi. İn devirra İn çilel, jvan çalal kitap kikin, cemaat kuatna, jvan çaluni guçgu imsa zurbakari. Tarih diz kligata, kabaladla gatumna, keni kalqon çikhal dikil daga karar khaytur. Hak yetani çikhal amazmi viçiz çal, çal avabili. Eğer çal avacirta, hal amurdaç. Zaçıda haldi sad çal, sad din, sad niçil. Eğer in put şey çaga xüzde khata, çun çal yaz, çun insan yaz, çun insaniyat val amudaç. Akakta çun. Hülavasa stalkti. Sadaz xabarci, sadaka ya sadaka çaz xabardaş, ya çaka sadın xabardaş. Hak havli
زربا كار الله زوجي وخلا زا شمود نسا كتاب أوز ويوخان زاز سامور غازيت دي قازالا قلواس تسودي سلا ارتوخي evvel zı ayalar kanı ina çiva xaqalaz nabatni sekinat axpazi bajan axtiqanı zu redakte dizlahana bu Kırgızistan çıkışda çoga iniz atuntulmaz atan kligata açıq ihtilat beherlu laprikala Allah dida ihtilatar insan vuç avaç kada vafalu kanı kanzvat adakhat adakavuştu am niz lazimi xizan zi vafalu dakaya Künşi diz vefalı dıkaya, cemaat diz vefalı dıkan, juava çiliz vefalı dıkata. Ya Allah kün khura, sağ salamat koy. Azerbaycan çilel, kün baxtlı koy, kün sad xux çalrik ala aldımir. Zurba kare, samur gazete diz vakar, Allah tida kare sallani. Allah te koy. Sağ salamat koy. Çok sağ ol. Yarlahanayza, rik, vavuganayza, vaz, yarlahanayza, rik, vavuganayza, na, zunrikelay aluna, na, zunhanaday aluna, na, zunrikelay aluna, Zulharaday aluna hin vatavun hikyatavun hin vatavun hikyatavun Vun baktı yanıyla vuş ya biganıyla vun baktı yanıyla vuş ya biganıyla na zurkelay aluna na caracıval aguna na zurkelay aluna na caracıval aguna hin vatavun hikyatavun hin vatavun hikyatavun la 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 Azərbaycan Memarlıq və Arxitektura Universitetinin dosenti Ədhəm Şahmuradov. Hardasınız siz? Mən bir məclisdə bu insanın şeir deməsini eşitmişəm və heyran olmuşam.
Balaca, qız bala gəlir dünyaya, adını qoyurlar sədaqət. Gör, nə dərəcədə bu adı düzgün seçib və sədaqət adı qoyulub. Bizim sevimli Sədaqət xanım, Allah tərəfindən fitri istedad verilib ona. Sədaqət xanımın fitri istedad elə kifayət etmir Sədaqət xanım. İstedad zəhmətsiz, qanadsız quş kimi bir şeydir. Böyük Nizami deyir ki, çox iti zehinlər yatan oldular. Axırda saxsı qapsatan oldular. Mən bilmirəm, bəlkə də bilmək olmur. Sədaqət xanımın istedadı mı, ya da ki zəhməti mi, hansı daha böyük çəkəndə, tərəzidə hansı tərəf çox çəkir? Mənə belə gəlir ki, bizim sevimli bugün yubileyin qeyd etdiyimiz Sədaqət xanımın bəlkə də gecələrdə yatmır, 24 saat bəlkə də işləyir. Yaratdığı əsərlər, yaratdığı şeirlər, yaratdığı görsən ki, poemalar, həm jurnalist, həm şairə, həm nasir, həm görsən ki, belə musiqişünas, ensiklopediya ki, belə Sədaqət xanım ki, yazdı elədi bunu, biraz zəif adam onu götürüb qaldıra bilmir. İçindəki informasiyaya baxanda, içindəki o zəhmətə baxanda, içindəki görsən ki, o bütün görsən ki, qıçar və qıçar viyar baxanda görsən ki, inandırım sizi onu ağır çəkili ştangist də qaldıra bilməz. Zərif, incə, görsən Sədaqət xanım onu böyük müvəffəqiyyətlə qaldırıb və hamımıza bizə çatdırıb. Sədaqət xanım, ürəkdən sizi təbrik edirəm. İndi bir alimi dəvət edəcəm bura. Filologiya üzrə fəlsəfə doktoru adını bu yaxınlarda alıb. Səmaya xanım Kərimova. Автопортрет одно из самых моих любимых творений нашего юбиляра. Это стихотворение глубоко меня потрясло своим самовыражением. Я водопад, не знающий покоя, летящий с недоступной крутизны, никак не становящийся рекою, мне тесен мир и берега тесны. Я ветер, что таится до поры, но стоит мне подняться в час ненастья, посторонитесь, будьте так добры, унять меня, увы, не в вашей власти. Во мне заточена стихия огня и ветра, града и дождя. Я плоть от плоти моего народа, устойчивая к стуже, к непогоде. Не думай, что я баловень судьбы, счастливый и везучий мой читатель. Я горечь оборвавшейся тропы, которой шел спокойствия искатель. Я в клетку заточенная синица, которой синь распахнутая снится. Чунгур умолкший, слопнувший струной, который пленявший встарь мелодией родной. Воздушных замков зодчий жилец, мое богатство, россыпи сердец. Я все еще неспетая строка, которая переживет века. Завещано мне предками беречь родное слово и родную речь. Я только эхо краткое, лишь нота в мелодии лезгинского народа. Сыграй, гармонист, лезгинку давай, и ты, нагорист, за дело возьмись. Спляшем лезгинку шире круг, танцуют даже деревья вокруг. Жених и невеста, честь вам и место. Руки раскиньте, друзья, сватья. Без лезгинки свадьба не свадьба. Громче, звонче, стук, перестук, шире, шире раздвинем круг.
Близкий, далекий, вставай, не ленись, лезгинку еще раз сыграй, гармонист. Бейте в ладоши, люди хорошие, мира, согласия вам от души. Вставай, вселенная, лезгинку пляши. Зердиш ячун ханжуван борнехиз. Вердиш ячун тудгойр дикай цехиз. Вердиш ячун камта дикай цехиз. Жуван деве час пипехи закода. Вердиш ячун тимил лхуз парадас. Вердиш ячун лак абаргус харадас. Вердиш ячун килагузис джарадас. Жуван чувал час рипехи закода. Инвучкария, гару кунва, нюклхус. Инвучкария, рекэк илдис цюклхус. Качичилер кар зава чуклхус. Жува нуқар, чачипехи закода. Ик жедани виртеде кэл ктуна. Ик жедани канида кэл ктуна. Ик жедани кочерик эл ктуна. Жува хюлни чазлепехи закода. Зигари брик татабхана юзана. Адах дердер галук наташазанай. Хуплаханай. Сакузека кузуна. Жуван дағлар. Час тепехи закода. Сағрачы. Yaray bad gülüşan ya çipadara mar garaba. Ava mar garaba. Ava mar garaba. Gatayla tifir zifta, gamatayla higri-gifta. Gatayla tifir zifta, gamatayla higri-gifta. Zihyalar hasanihya, yardim qili-higri-gifta. Zihyalar hasanihya, yardim qili
Nizakhayin zari gider saz yaraba yaraba. Nizakhayin zari gider saz yaraba yaraba. Nizakhayin zari gider saz yaraba yaraba. Desəm ürəyimdə ümman yerləşər, inanma mənə. Desəm ki, qəlbimə cahan sığışar, inanma mənə. Əngin səmaların gözüyəm desəm, yalan olar bu. Süzgün şahinlərin özüyəm desəm, yalan olar bu. Ürəyim atəşdir, alovdur desəm, qınama məni. Közsüz alışaram, odsuz yanaram, sınama məni. Doğma Azərbaycan odlar diyarı, məhəbbətimdir. Mən odlar qızıyam, alışıb yanmaq təbiətimdir. Yağ yastxa, lizgin qadal iliqa, İmaqam din alamat dizkiliqa. Daldam dini, zürnedin vanatayla, Adan avaz zidamar rahatayla, Cil zurzada, zikoçeriz zörqöda, Şadjidazum, zivileriz körüqöda, Zeyn şiirdi güğludaş, vuşizludaç. Юбилейді мәрекет жедал хала, заз пара инсанары зенгеровна. Виридан сагафавай, заз лезгин кадал илига şehirli huzganzva. Hamının arzusu idi lezgin kadar iliga şehrini buradan desin. Biz böyle vəziyyətdən çıxmaq qərarına gəlmişik. İndi mahnını səsləndirəcəyik. Tüm zal o mahnını oxusun və biz bununla son akkordumuzu vuraq. Yağ yastxa, lezgin kadar iliga, İmaqam din alamat dizkiliga. Yağ yastxa, lezgin kadar iliga, İmaqam din alamat dizkiliga. Daldam deniz ürnedin vanatayla, Adan avazi damarda tayla. Cil zurzada zikoçeriz zerqeda, Şacedazun zivileriz kırqeda. Cil zurzada zikoçeriz zerqeda, Şacedazun zivileriz kırqeda. Lezginka, lezginka daliliga, Lezginka, lezginka daliliga, Lezginka, lezginka daliliga, Lezginka, lezginka daliliga. Bir yerde lezginka, lezginka daliliga, Lezginka, lezginka daliliga. Lezginka, lezginka daliliga, Lezginka, lezginka daliliga, Lezginka, lezginka daliliga, Lezginka, lezginka daliliga. Can jvanbur, can xayibur, koçerik zör kobur. Çünkü olara hemişe ayal rivanara duray, xtul rivanara duray. Hemişin şad meclisiniz otkuray. Mənim əziz dostlarım, mən fürsətdən istifadə edib bu gözəl, bu möhtəşəm sarayı bizim ixtiyarımıza vermiş
Müslüm Maqamayev adına Azərbaycan Dövlət Filarmoniyasının rəhbərliyinə minnətdarlıq eləmək istəyirəm. Mənim qələm dostum, həmkarım, uzun illər boyu mənimlə çiyin-çiyinə yol gedən mənim qardaşım Müzəffər Məlik Məmmədova minnətdarlıq eləmək istəyirəm. Xoş sözlərinə görə. Mənim haqqımda sözlər demiş Əlfiyyət Rüstəmovaya çox sağ ol demək istəyirəm. Və bizim gözəl Suvar ansamblı, əlbəttə onları tanıtmağa artıq ehtiyac yoxdur. Nə yaxşı ki siz varsınız. Nə yaxşı ki, mən sizə görə tanınıram. Nə yaxşı ki, siz sözə qiymət verə bilirsiniz. Mən sizi sevirəm. Sağ olun, xoş gəldiniz.